Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə riyazi cədvəllər, yəni aşkar cədvəllər bölməsindən test olan izahına baxacağıq. Keçək suallarımızın izahına. Baxarıq birinci sualımıza. İlk öncə cədvəlin sol yuxarı üçüncüsünə baxırıq ki, burada plus işarəsi verilib. Deməli, a plus a bərabərdir a kvadratına. 2a-mız bərabərdir a kvadratına. A kvadratında a vuraq a kimi yazsaq, a-nın birindən a ixtisar gedir. Burada a bərabərdir 2 alınır. Daha sonra b plus b bərabərdir a-ya. B plus b bərabərdir a nə idi bizdə 2-yə. Deməli b'lər buradan 1-ə bərabərdir. B-ni də tapdıq ki, oldu 1. O zaman b plus c bərabərdir 2a-ya. B-miz 1'dir. 1 plus c bərabərdir 2a. A-mız da 2 olduğuna görə 2 vuraq gedir 4. Buradan c bərabərdir 4 çıxaq 1, yəni 3-ə. C variantı. Keçərik 3-cü sualımıza. Deməli bizə burada nə veribdir? A plus b bərabərdir 2c minus 2-yə. Daha sonra a plus c bərabərdir 12-yə. Bir də bizə yeni veribdir. B plus a bərabərdir 2c. Yox, üzr istəyirəm. A plus b bərabərdir 8 plus c-yə. Buradan hər ikisi görürsünüz a plus b-dir. Deməli onda 2c minus 2 ilə c plus 8 bir-birinə bərabərdir. Yazarıq 2c minus 2 bərabərdir c plus 8-ə. 2c-dən c çıxanda alınır c. 8-i yazırıq. Mənfi 2 8-in yanına keçdiyi zaman olur müsbət 2. Buradan c bərabərdir 10 tapdıq. İndi diqqətlə baxın. C bizdə 10'dursa, onda a-mız 2-yə bərabərdir. Bizdən b-ni soruşur. Aşağıdakı ifadədə aynən c-ni yerinə yazsaq, a-nı tapdıq. Oldu 2 plus b bərabərdir. C plus 8-ə, yəni 10 plus 8-ə. Buradan b-miz bərabərdir. 18-dən 2 çıxanda 16-ya. Baxaq buradan 5-ci sualımıza. Deməli bizə nə verib? Bu tip sualları heç yazmasaq belə çox rahatlıqla tapa bilərik. Baxın, a ilə a-nı toplayıb 14 yazıb. 2a 14 isə deməli a-larımız 7-7-dir. Sonra diqqətlə baxanda a ilə c-ni toplayıb 16 yazıb. Əgər a 7-dirsə, onda c olur 9. Bizdən c-ni soruşur. Bunlar biraz asan tipli test tapışıqlarıdır. Keçək məsələn baxaq 7-ci sualımıza. İlk öncə baxaq bizə nə verib? A plus b bərabərdir c minus 1-ə. Sonra b plus c bərabərdir a plus 5-ə. Bir də bizə nə veribdir? A plus c bərabərdir b plus 7-yə. Bu tip sualları tərəf-tərəfə toplayaq. Baxın, a ilə a 2a plus 2b plus 2c bərabərdir. Sağ tərəfdə nə alınır? C plus a plus b mənfi 1 üzərinə, mənfi 1-in üzərinə 5 gələndə eləyir 4. 4-ün üzərinə 7 gələndə alınır 11. Buradan 2a-dan a çıxanda qalır a. 2b-dən b çıxanda qalır b. 2c-dən c çıxanda qalır c. Bərabərdir 11-ə. Bizdən a plus b plus c-nin cəmini soruşurdu. Aldıq ki 11-ə bərabər oldu. Baxaq 9-cu sualımıza. Görək bizə nə verib? Deməli yaxınlaşdıraq. K plus a bərabərdir 2l plus 2. L plus b bərabərdir 2m plus 7'ye. Daha sonra m plus c-də bərabərdir 2k plus 1'ə. Əgər biz bunları üçünü də tərəf-tərəfə toplasaq, yəni sistem tənlik halına salsaq, alırıq buradan k plus l plus m plus a plus b plus c bərabərdir 2l plus 2m plus 2k və 2, 7, 1'i də toplayanda eləyir 10. Diqqətlə baxın buradan. 2k'dan k çıxanda burada qaldı k plus 2l'dən l çıxanda qaldı l. 2m'dən də m çıxanda burada qaldı m plus 10.
Bərabərliyin sol tərəfində isə ABC qalır. Bizdə də ABC'nin cəmini 20 olduğunu verib. Yazarıq 20. Onda KLM-in cəmi də 10-a bərabərdir. Bizdən də KLM-in cəmini soruşurdu. Elədir A variantı. Baxalım 11-ci sualımıza. Deməli bizə nə verib? A plus B bərabərdir 2C. B plus C bərabərdir 22. Və A plus C də bərabərdir 30. Biz bunları tərəf-tərəfə toplasaq, alarıq B plus A plus 2C bərabərdir 22 ilə 30 eləyir 52. B plus A-nın da bizə 2C olduğunu buradan bilirik. Yeni yazarıq 2C plus 2C bərabərdir 52. Buradan 4C-miz bərabərdir 52. C-miz də bərabərdir 13-ə. Bizdən nəyi soruşur? A-nı soruşur. Biz əgərcə burada C-nin yerinə 13 yazsaq, A-mız da olar 17. Cavab olar B variantı. Baxaq indi 13-cü sualımıza. Baxaq görə bizə nə verib? A plus B bərabərdir C-yə. B plus C bərabərdir 10-a. Bir də A plus C bərabərdir 2B-yə. Burada biz bunları tərəf-tərəfə toplasaq, bizə lazım olan nəticəyə gələ bilməyəcək. O zaman gəl nə edək? C-lərin yerinə A plus B yazaq. Burada C-nin yerinə A plus B yazsaq alarıq. B plus A plus B bərabərdir 10-a. Burada da C-nin yerinə A plus B yazsaq alarıq. A plus B bərabərdir 2B. Aha. Burada A ilə A elədik 2A bərabərdir. 2B-dən B çıxanda B elədir. Deməli B-miz bərabərdir 2A-ya. Gətirib B-nin yerinə burada 2A yazsaq. O zaman 2A plus A plus 2A bərabərdir 10 alarıq. Buradan 5A bərabərdir 10-a. A da bərabərdir 10 bölü 5, yəni 2-yə. Y var. Baxarıq 15-ci sualımıza görə bizə burada nə veribdir? Deməli bizə burada veribdir. K plus M bərabərdir AB. Sonra N plus K bərabərdir AC. Bir də N plus M bərabərdir BC. Biz onların üçünü də tərəf-tərəfə toplasaq, alarıq 2K, bunu aşağıdan yazaq, 2K plus 2N plus 2M bərabərdir. AB plus AC plus BC. Və biz buradan götürüb 2-ni çıxartsaq, alarıq 2 vuraq K plus N plus M. 2-ni mötərizə xaricdən çıxartdıq. Bərabərdir AB plus AC plus BC. Bizdən də K plus N plus M-in cəmini 18 verib. Onda AB, AC, BC də bərabərdir. 2 vuraq 18-ə, o da eləyir 36. C variantı. Keçək digər sualımıza baxaq. Belə bir sualımız var. K plus M bərabərdir 13. M plus N də bərabərdir 11. Bir də bizə burada verib KM 3-ün cəmi 18-ə bərabərdir. Bunları tərəf-tərəfə toplayanda alarıq. K plus M plus N plus M bərabərdir 24. Biz buradan KM, N'in cəminin 18 olduğunu bilirik. Onda 18 plus M bərabərdir 24. Buradan M bərabərdir 6-ya. M 6 olanda K olur 7. M 6 olanda N olur 5. Bizdən soruşur M vuraq. Yəni 6 vuraq 7 plus 5-i. Bu da 6 vuraq 12 eləyir 72. Yəni B variantı. Keçək digər bir sualımıza baxaq. Məsələn, baxaq 19-a. Deməli bizə nə verib? A plus B bərabərdir C plus 8-ə. Sonra bizə verib B plus C bərabərdir A minus 2-yə. Bir də A plus C bərabərdir B plus 6-ya.
Gəlin yeni bunları neyiniyək? Sistem tənlik halında tərəf-tərəfə toplayaq. O zaman ABC, ABA, A plus B plus A plus B plus C plus C. Bu bərabərdir. C plus A plus B. 8-in üzərinə mənfi 2 gələndə eləyir 6. 6 ilə də 6-ını toplayanda eləyir 12. Biz buradan baxın bərabərliyin sağ və sol tərəfinə eyni olanları ixtisar aparsaq, yəni islah eləsək, C ilə C gedir. A ilə bu A'nın biri gedir, bu B ilə də bu B gedir. Burada nə qaldı? A plus B plus C bərabərdir 12. Buradan sonrası rahatdır. Baxın, A plus B'nin yerinə yazarım C plus 8. C plus 8 plus C bərabərdir 12. Buradan 2C bərabərdir 12 çıxaq 8 4-ə. 2C'miz 4-ə bərabərdirsə, o zaman C'miz də bərabərdir 2-yə. Sonra diqqətlə bax. B plus C'nin yerinə burada yazıram açıq ki, yəni A plus A minus 2 bərabərdir 12-yə. Aynen 2A bərabərdir 12 plus 2-yə 14-ə. Buradan da A bərabərdir 7-yə. Eyni qayda ilə biz buradan baxın A plus C'nin yerinə B plus 6 yazarıq. Alarıq B plus 6 plus B bərabərdir 12. Buradan 2B bərabərdir 12 çıxaq 6. 6 eləyir. B də bərabərdir 3-ə. Bizdən bunların hasilini soruşur. 3 vuraq, 7 vuraq 2. Bu da 42 D variantı. 19-a baxdıq. İndi keçirik 21 artıq vurma ilə bağlıdır. Burada görürsünüz vurma işarəsi var. Deməli B vuraq C bərabərdir A kvadrat. A vuraq C də bərabərdir B. Bizdən A bölək C-ni soruşur. Biz bunları B-nin yerinə gətirib burada AC yazsaq, görək nə alarıq. İlk öncə ona baxaq. B-nin yerinə AC yazanda AC vuraq C, A kvadratına yazıram A vuraq A. Bu A ilə bu A getdi. A bərabər oldu C kvadratına. Onda A-nın yerinə burada C kvadratı yazsaq, yəni C vuraq C yazsaq, burada C olur. C ilə C ixtisar edib, bu bərabər olur C-yə. Cavab D variantı. Keçək 23-cü sualımıza. A vuraq B bərabərdir 40. B vuraq C bərabərdir 56. Bir də bizə A vuraq C bərabərdir 35 verir. Yəni, bu tip sualları əvz etməklə eləməyin. Vaxtınız çox gedəcək və axırda kvadrat tənliyə gələcək. Yəni, A bərabərdir 40 bölək B, A-nın qiymətini burada yerinə yazın. Bu çox böyük yandır. İlk öncə baxın, məntiqdə daha çox nə edirik? Rəqəmlərdən istifadə edirik. Yəni, realistdən biraz uzaqlaşmağa çalışırıq ki, bizi tənliklərə, sistem tənliklərə gətirməsin. Baxın, A-nı C-yə vurub yazıb 35. Bu hansı iki rəqəm ola bilər? 5 ilə 7 ola bilər də. Yəni, başqa bir rəqəmlər ola bilməz. Və yaxud da ki, 1 ilə 35. 1 ilə 35 olmaz. Niyə? Çünki A 1 olsa, onda B 40 olmalıdır. B 40 olanda 40-ı nəyə vursa 56 alınır. Yəni, elə bir rəqəm yoxdur. Onun görə 5 ilə 7 yoxlayırıq. A burada heç vaxt 7 ola bilməz. Çünki mən 7-ni nəyəsə vuranda 40 ala bilmərəm. Onda A bizdə olur burada nə? 5. A-nın yerinə 5 yazsaq, onda C də olur 7. A-nın yerinə 5 yazanda B də olur 8. Baxın, burada da B vuraq C, yəni 8 vuraq 7, 56-ya bərabərdir. Bizdən də B plus C-ni soruşur. 8 plus 7 eləyir 15. Baxaq digər bir sualımıza. Bu çox rahat bir sualdır. A-nı vurub A-ya yazıb 25, deməli alar 5-dir. B-ni vurub B-yə yazıb 36, deməli B-lər 6-dır. C-ni də vurub C-yə yazıb 9, deməli C-lər də 3-dür. Bizdən də bunların üçündə cəmin soruşur. 5 plus 6 plus 3 eləyir 14. Keçək digər sualımıza. Baxın buradan. M vuraq M yazıb 9. Deməli M-lər 3-ə bərabərdir. M-lər oldu 3. Sonra K-nı vurub M-ə yazıb 81. K-mız 3-dür. K-nı 3-ə vurub 81 yazıbsa, deməli onda K 27 olur ki, 27-nin 3-ə oranı 81 eləyir. K 27 olanda
Baxın, L vurub 27 yazıb 54. Deməli, L onda 2 bərabərdir. 2 dəfə 27, 54 eləyir. Bizdən L soruşur. L'miz olur 2. Burada texniki səhv düşübdür cavablarda. Keçək indi digər sualımıza baxaq. 27-ci sualımıza baxaq. Kəsirlə bağlıdır. Bu tip suallara görə tələbələr kəsir görəndə çaşırlar biraz. A-nı vurub B-yə bərabər 3/1. B-ni vurub C-yə bərabər 3/5. Bizdən A plus C-ni verib 2-dir. Bunları tərəf-tərəfə toplayarıq. A, B plus B-si. 3/5-in üstünə 3/1 gələndə eləyir 3/6. 3/6'mız da nəyə bərabərdir? 2-yə. 6-ın üstə böləndə 2 eləyir. Bunların hər birindən B-ni çıxartsaq mötərizə xaricinə alarıq A plus C bərabərdir 2-yə. A plus C-nin də bizə 2 olduğunu verib də burada. Onda B vuraq 2 bərabərdir 2-yə. Deməli, onda B də bərabərdir 1-ə. A variantı. Baxaq 29-cu sualına görə bizə nə verib? K vuraq B bərabərdir K kubuna. Baxın, buradakı K-nın birindən bu K ixtisar gedir. B bərabərdir K kvadrat qalır. Sonra bizə veribdir. K vuraq M bərabərdir 6B-yə. Mən burada B-nin yerinə K kvadrat yazsam, alaram K vuraq M bərabərdir 6K kvadrat. K ilə bu K-nın biri gedir. M bərabərdir 6K qalır. Sonra bizə nə veribdir? B vuraq M 48'dir. B'miz bizim nə idi? K kvadrat. B'nin yerinə K kvadrat yazıram. M'miz də 6K'dır. Vuraq 6K. Bərabərdir 48'ə. Onda biz buradan 6K kubu bərabərdir 48. Buradan K kubu bərabərdir 48 bölü 6 eləyir 8. Nəyin kubu 8-dir? 2-nin. Deməli, K bərabərdir 2-yə. K 2 olanda M bərabərdir 6 vuraq 2, yəni 12. B də bərabərdir K kvadratı, yəni 2-nin kvadratı 4. B 4'dür. K'mız 2'dir. M də kitabda oldu 12. Bunlarla cəm edir 18. A variantı. Keçib bu sualımıza baxaq. Deməli, bizə nə verib? A kvadratı bərabərdir C-yə. Yəni, A vuraq A bərabərdir C-yə. Bir də AB bərabərdir 3C. Bunları tərəf-tərəfə toplayanda A kvadrat plus. Tərəf-tərəfə toplamazsınız belə. Baxın, burada C-nin yerinə burada A kvadrat yazsaq. A kvadratı yox, üzr istəyirəm. A vuraq B bərabərdir 3 vuraq C-nin yerinə A kvadrat yazırıq. Buradan A-nın biri, A ilə bu A-nın biri gedir. B bərabərdir 3 alırıq. B 3A'ya bərabərdirsə, burada B-nin yerinə 3A yazsaq, A plus 3A bərabərdir 16-ya. Buradan da 4A bərabərdir 16, A bərabərdir 4-ə. A 4-dürsə onda C A kvadratına bərabərdir. Yəni 4-ün kvadratına bərabərdir. Onda C də bərabərdir 16 olur. A ilə C-nin cəmi də 20 eləyir. 4 plus 16. Baxaq 33-cü sualımıza. Görək bizə nə verib. Deməli, A vuraq B bərabərdir 20. Sonra B vuraq C bərabərdir 50. Bir də bizə verib ki, A vuraq C bərabərdir B. İndi baxın, biz bunların hər birini tərəf-tərəfə vursaq, alarıq nə? B-ni B-yə vuranı B kvadratı vuraq AC. 20'ni də 50'yə vuranda 20'in. AC-nin də yerinə B yazsaq, B kvadratı vuraq B bərabərdir 1000'ə. Buradan da B kubu bərabərdir 1000 olur. B də bərabərdir nəyin kubu 1000'dir? 10'un. B oldu 10. B 10 olanda A olur 2. B 10 olanda C olur 5. Bunlar da cəm eləyir 10 plus 5 plus 2 eləyir 17. Baxaq bu sualımıza. Deməli, bizə burada nə verib? B vuraq C 18. Və A vuraq D bərabərdir 20'yə.
Biz bunları vurub atsaq, kimi örtəcən bir-birinə vurur. Birinci A-nı vururuq C-yə, AC plus. Sonra A-nı vururuq D-yə, AD plus. B-ni vurduq C-yə plus. B-ni vurduq D-yə, BD bərabərdir 78-ə. Buradan diqqətlə baxın. BC 18-dir. BC-nin yerinə 18 yazarıq. AD-nin də yerinə 20. Gəlin yazaq. AC plus 20 plus 18 plus BD bərabərdir 78-ə. Buradan da alarıq AC plus BD bərabərdir 78-dən. Çıxarıq 20 ilə 18-in cəmi 38, 78-dən 38 çıxanda elə 40. Bizdən nəyə soruşur? Baxın, AC vuraq B-dir. Tapdıq ki, 40-a bərabərdir. Baxaq bu sualımıza. Deməli, K vuraq B bərabərdir 2. Bir də B vuraq M bərabərdir 18K. Bir də bizə verib M vuraq K bərabərdir 48. Burada nə eləyə bilərik? Baxın, M-lə və yaxud bunların hər birini M-ə gətirməliyik və yaxud K-ya gətirməliyik ki, 48-dən eləyək, ya M-i, ya K-nı tapaq. Biz bunları əgər tərəf-tərəfə vursaq, K vuraq, B vuraq, B vuraq, M alarıq. K vuraq, B vuraq, B vuraq, M bərabərdir. 2 dəfə 18, 36 vuraq, M vuraq, bu K. Bu M-lə bu M gedər, bu K ilə bu K gedir. B-ni B-yə vurub 36 alıbdır, deməli B-lər də 6-dır. B-nin 6 olduğunu tapdıq. Sonra nə edək? Gətirib B-nin yerinə 6 yazaq. Burada B 6 olsa. Deməli onda 6K bərabərdir 2M-ə. 2 ilə 6 ixtisar edir, M bərabər olur 3K-ya. M-in yerinə burada 3K yazsaq, 3K vuraq K bərabərdir 48-ə. Buradan K kvadrat bərabərdir 48 bölü 3 eləyir 16. Deməli K da bərabərdir 4-ə. K 4 olanda onda M 3K-ya bərabərdir. Yəni 3 vuraq 4-ə, yəni 12-yə. Bizdən nəyə soruşur? B plus M. B-ni biz necə tapdıq? 6 tapdıq. M-i tapdıq 12. K-nı da tapdıq 4. 18-dən 4 çıxanda alınır 14. İndi isə baxaq 38-ci sualımıza. Deməli K vuraq K. K kvadratı bərabərdir B-yə. B kvadratı bərabərdir M-ə. Bir də B vuraq M bərabərdir nəyə? 64-ə. M bərabərdir 64-ə. Gəlin nə edək? Baxın. Buradan biz bunları tərəf-tərəfə toplamaqla, vurmaqla belə bir nəticəyə gəlib çıxa bilməyəcəyik. Bunların hər birini M-in yerinə burada B kvadratı yazsaq, B vuraq B kvadratı bərabərdir 64. Buradan da B kubu bərabərdir 64 olaraq. Nəyin kubu 64? 4-ün. Deməli B bərabərdir 4-ə. B 4 olanda onda K olur 2. Çünki 2-nin kvadratı 4-ə bərabərdir. B 4 olanda 4-ün kvadratı M də olur 16. Bizdən də K plus M-i soruşur. Yəni 16 plus 2 eləyir 18. Baxaq bu sualımıza görə burada nə verib bizə. Deməli K plus B, K vuraq B bərabərdir 42. B vuraq M bərabərdir 108. Bir də bizə veribdir K plus M bərabərdir 50. Aha, onda biz bunları tərəf-tərəfə toplasaq, alarıq KB plus BM 42 ilə 108 toplanır 150. Buradan da B-ni çıxartsaq, K plus M bərabərdir 150. Onda diqqətlə baxın. K plus M bizə 50 verib də. 50 yazsam. 50-ni mən nəyə vursam 150 eləyər? 3-ə. Deməli B də 3-ə bərabərdir. B-nin 3 olduğunu tapsaq, onda K olur 14. B-nin 3 olduğunu tapanda M də olur 36. Bizdən nəyə soruşur? K, B, M, N-in cəmini. K-nı tapdıq biz. Deməli oldu 14 plus. B-ni tapdıq biz oldu 3. M-i tapdıq biz oldu 36.
M 36'dırsa onda N de olur 72. 2 vuraq 36 plus 72. Deməli 36 ilə 72 108 elədi. Üzərinə 14 gələndə elədi 122. Üzərində 3 gələndə eləyir 125. Yəni A variantı. İndi isə baxaq ikili cədvəllərimizə. Yəni burada vurma ilə toplama bir yerdə verilibdir. Görə birinci bizə nə verib? Deməli B plus B 2B bərabərdir 2A plus 4. Hər birindən 2 dənədirsə, bunların hər birini 2'ye bölərik. Burada qalar B bərabərdir A plus 4. A plus 2. 2'ye böldük. Sonra bizə veribdir A plus C bərabərdir 2B plus 1. A plus C bərabərdir 2B plus 1. Bir də bizə nə veribdir? B vuraq C bərabərdir 54. Bunu da burada yazarıq. Biz ya buradan C'ni tapıb, yəni C'ni B ilə əvəz edib burada yazmalıyıq ki, B'lər yanaşı olsun, bir-birinə vuranda 54 tapa bilək. Və yaxud da ki, biz buradan B'ni tapmalıyıq, yəni C ilə əvəz eləməliyik. Gətirib burada yazıb C'nin qiymətini tapa bilərik. O zaman nə edək? Deməli, buradan A nəyə bərabərdir? B çıxaq 2'yə. Deməli, buradan A'mız bərabərdir. B çıxaq 2. A'nın bu qiymətini gətirib burada yerinə yazarım. B minus 2 plus C bərabərdir 2B plus 1'ə. Buradan C bərabərdir. 2B'dən B çıxanda qalır B. Mənfi 2 də 1'in yanına keçəndə toplanır, eləyir 3. C'miz bərabərdir B plus 3'ə. C'nin yerinə burada B plus 3 yazsaq. Yəni B vuraq B plus 3 bərabərdir 54. Bunu vurub, toplayıb, kvadrat tənliyə gətirib əldə edə bilərsiniz. Və yaxud da ki, hansı iki rəqəmdir ki, bir-birindən 3% çoxdur və hasiləri də 54-dür. Bu 9-dan 6-dır. Biri 6-dır, biri 9-dur. Deməli, B olur 6, C də olur 9. B-nin yerinə 6 qoyarıq. C də olur 9. A-nı necə taparıq? A bərabərlidir burada. B çıxaq 2'yə. Yəni 6 çıxaq 2, 4'ə. 4 plus 6 plus 9 da eləyir 19. Baxarıq bu sualımıza. Deməli, bizə nə verib buradan? A plus B bərabərdir B kvadrat. Bir də bizə verib A vuraq B 48. Deyərsiniz müəllim, bu A vuraq B 48-də aynen B-nin yerinə rəqəm qoyub tapa bilərik də. Bir şey yadınızda saxlayın ki, burada çox ehtimal var. Məsələn, bayaq 35'də 5 ilə 7 idi ehtimalımız. Başqa bir ehtimal yox idi. Amma 48 almaq üçün biz 2 vuraq 24, 3 vuraq 16, 4 vuraq 12, 6 vuraq 8. Görürsünüz, ehtimallarımız çoxdur. Hər birini yoxlasaq, vaxtımız çox gedər. Onca birbaşa həll üsuluna baxırıq. Baxaq görək buradan nə edə bilərik? Buradan A nəyə bərabərdir? B kvadrat çıxaq B-yə. Yazarım. A bərabərdir B kvadratı minus B-yə. A-nın bu qiymətini burada yazsam. B kvadratı minus B vuraq B bərabərdir 48. Bunların içərisindən də B-ni çıxarda bilərik. Bunların içərisindən B-ni çıxardanda olur B vuraq B minus 1. Bir də B-ni özünü də buradan yazıram. Yəni B kvadratı vuraq B minus 1 bərabərdir 48. İndi nəyin kvadratını biz həmin ədədin bir azına vursaq 48 ala bilərik. Sadə bir loğru dillə fikirləşsək, biz nəyin kvadratını bir-birinə vuranda 48 alırıq. Üzr istəyirəm, yəni nəyin kvadratını nəyə vursaq 48 alırıq. Əlbəttə ki, 4'ün kvadratını 3'ə vursaq. Yəni başqa heç birinin kvadratını alınmır. Məsələn, 5'in kvadratını mən nəyə vursam 48 ala bilərəm, heç nəyə. 4'ün kvadratını vura bilərəm. 3'ə ala bilərik 48'i. Məsələn, 6'ın kvadratda olmur. Deməli, B burada 4'ün kvadratdır. Vuraq, 4 çıxaq 1. Eləyir 48. B'miz burada 4'ə bərabərdirsə, burada B'nin yerinə 4 qoyub A-nı tapa bilərik. A da olur onda 12. Baxaq məsələn, indi 45-ci sualımıza. Görək bizə burada nə verib? Deməli, A plus A
2a bərabərdir. A kvadratı minus 3'ə. 2b bərabərdir. A kvadratı plus 1'ə. 2c də bərabərdir. A kvadratı plus 5'ə. İndi baxaq ki, biz buradan nə edə bilərik? 2 sualımızı tez həll edək. Bizdən nə soruşur? D, Y, F nəyə bərabərdir? Birinci D-ni yazaq ki, nəyə bərabərdir? A kvadratı bərabər D-yə. B kvadratı bərabər Y-yə. Bir də C kvadratı bərabərdir F-ə. İndi gəlin baxaq. Deməli burada biraz yaxınlaşdıraq. A kvadratı D-yə bərabərdir. Biz A-nı, B-ni və C-ni tapmalıyıq. Görək necə tapa bilərik. 2A A kvadratını keçirəm 2A-nın yanına. 2A minus A kvadratı bərabərdir mənfi 3'ə. Buradan A-nı çıxardarıq. 2 çıxaq A bərabərdir mənfi 3'ə. Deməli A-nı yerinə biz elə qiymətdə verməliyik ki, mənfi 3 ala bilək. A-nın yerinə biz verə bilərik 3. Sadə 3. Çünki 3 vuraq, 2 çıxaq 3. Bu bərabərdir mənfi 3'ə. 2-dən 3 çıxanda mənfi 1 eləyir, 3'ə də vuranı mənfi 3 eləyir. A-nın 3 olduğunu tapdıqsa, deməli hər birini burada tapdıq. A-nın yerinə 3 qoyanda 3'ün kvadrat plus 1 eləyir 10. 2B 10'a bərabərsə B 5'dir. Onda Y olur 20. Y olur 25. A-nın 3 olduğunu tapdıqsa, onda 3'ün kvadratı 9 plus 5 eləyir 14. 2C 14'ə bərabərsə C də bərabərdir 7'yə. C 7 onda F də olur 49. 7'nin kvadratı. A-nın da 3 ise onda D də olur 9. Deməli burada 25 plus 9 plus 49 biz neyini toplayırıq? 25 ilə 9 34, 34'ün də üstündən 49 gələndə eləyir 83. D variantı. Baxaq məsələn bu sualımıza. Deməli bizə nə veribdir? A kvadratı B-yə bərabərdir. Bir də 2A B-yə bərabərdir. Onda bu A kvadratının 2A-nı bir-birinə bərabərləşdirə bilərəm də hər biri B-yə bərabərdir. A kvadratı bərabərdir 2A. A ilə buradakı A-nın biri gedir, A bərabərdir 2 olur. A-nın yerinə 2 yazsaq, onda B olur 4. B 4 olanda K olur 16. B'nin yerinə biz A ilə B'ni biz buradan baxsaq, A vuraq B. D-yə bərabərsə onda D 8'dir. Bizə lazım L, M, bir də Y-ni tapmaq. Şimdi keçək bu tərəfə. Deməli biz buradan B-ni tapdıq, 4 oldu. Onda D oldu 8. A ilə də B-nin cəmi C-yə bərabərdir. A 2 isə, onda 2 ilə 4'ün cəmi C olur 6. C 6'dırsa, onda 4 vuraq 6, L olur 24. C vuraq C-də, 6 vuraq 6 da eləyir 36. Sən qalıb bizə Y-ni tapmaq. Y də B plus C-yə bərabərdir. C 6, sonra B də olur. Y də olur 4 plus 6, 10. L ilə M. Deməli, biz tapdıq L-i 24 plus 36 bölü 10. 60'ı biz 10'a böləndə eləyir 6. 6'ını tapdıq. 6 biz burada tapdığımız hansı hərf idi? C hərfi. Baxın. Deməli, bu da onda C-yə bərabərdir. Y variantı. Baxaq, məsələn, 49-cu sualımıza. Görüb bizə burada nə verib? A kvadratı bərabərdir C plus 2'yə. Bir də bizə verib A plus B bərabərdir 8. Bir də bizə verib A vuraq B bərabərdir 22 çıxaq C-yə. A vuraq B bərabərdir 22 minus C. Bunları tərəf-tərəfə toplasaq, alarıq A kvadrat plus AB bərabərdir. Bu C ilə bu C ixtisar gedir. 22 ilə 2 deyilir 24. Buradan A-nı çıxartsaq, mötərizə xaricində qalar A plus B
bərabərdir 24-ə. A plus B-nin 8 olduğunu bilirik. Onda A da olur 3. Çünki 3 dəfə 8 24 eləyir. A 3 isə əgər A-nın yerinə 3 qoyub B-nin də 5 olduğunu taparıq. Onda 5-in kvadratı çıxır 3-ün kvadratı. 25 çıxaq 9 eləyir 16. Baxaq 50-ci və sonuncu sualımıza. Deməli, buradan A plus B bərabərdir 6C-yə. B plus C də bərabərdir 15-ə. Bir də bizə nə verib? AB bərabərdir 72 və AC bərabərdir 18. Bunları tərəf-tərəfə toplayanda alınır AB plus AC bərabərdir 72-nin 18 90. Buradan hər birindən A-nı çıxartsaq B plus C bərabərdir 90-a. B plus C 15-dirsə A-nı 15-ə vurub yazıb 90. Deməli A bərabərdir 6-ya. Aha, A 6-dırsa onda B olur neçə? 12. A 6-dırsa C də olur 3. Burada yeni yazsaq. Deməli B 12, C 3. A da 6. 36-nı 6-ya böləndə alarıq 6 D variantı. Bugünlük suallarımızın izahı bu qədər. Əgər siz də bu videoların gəlməni istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.